Adnusu MBA proqramının əsas üstünlüyü onun 20 ildən artıq formalaşmış təcrübəyə və güclü akademik bazaya sahib olmasıdır. Biz ənənəvi yanaşmanı biznes tələbləri ilə birləşdirərək əmək bazarının ehtiyaclarına uyğun təhsil təqdim edirik. Proqramlarımız beynəlxalq standartlara uyğun şəkildə hazırlanır və təhsil alanlara real biznes mühitində, müasir biznes mühitində zəruri olan uğurlu fəaliyyət üçün akademik biliklər və praktiki bacarıqlar qazandırmaq məqsədi daşıyır. Tədris heyətimiz akademik mütəxəssislərlə məhdudlaşmır. Belə ki, iri şirkətlərin rəhbərləri, top menecerlər, uğurlu sahibkarlar, müxtəlif biznes sahələrindən olan peşəkar mütəxəssislər cəlb olunur ki, təhsil alanlar həm akademik biliklərdən, həm də real biznes təcrübəsindən faydalansınlar. Dərslərdə real biznes keyslərin təhlili, həmçinin layihə əsaslı öyrənmə, müəssisələrə səfərlər, praktik seminarlar, müəssisələrlə birgə layihələr və sənaye nümayəndələri ilə görüşlər təşkil olunur. Biz inanırıq ki, biznesi öyrənməyin ən effektiv yolu real mühitdə biznesi idarə edən peşəkarların təcrübəsindən faydalanmaqdır. MBA proqramımız 2 dildə təqdim olunur, Azərbaycan və İngilis dillərində. Azərbaycan bölməsində illik təhsil haqqı məbləği 3300 AZN, İngilis bölməsində 3500 AZN təşkil edir. Belə ki, işləyən təhsil alanlarımızın rahat şəkildə təhsil almasını təmin etmək məqsədi ilə dərslər həftədə 3 gün olmaqla axşam saatlarında təşkil olunur. İxtisaslaşmalarımız 7 ixtisaslaşma üzrə qəbul aparılacaq, kadr hazırlığı aparılacaq. Bunlar hansılardır? İnsan resurslarının idarə olunması, informasiya texnologiyalarının idarə olunması, əməliyyatların idarə olunması, marketinq, biznesdə süni intellekt, sahibkarlıq və ümumi idarə etmə. Bu sadaladığım 7 ixtisaslaşmadan 5-i üzrə təhsil müddəti 1,5 ildir. Yəni 90 kreditlik təhsil proqramıdır. Bu nə deməkdir? Bu ixtisaslaşmanı seçən təhsil alan tələbə magistrlıq dissertasiyası nəzərdə tutulmadığından məzun olduqdan sonra təhsilini doktorantura səviyyəsində davam etdirə bilməz. 5 ixtisas hansılardır bunlar? Deməli, insan resurslarının idarə olunması, informasiya texnologiyalarının idarə olunması, biznesdə süni intellekt, daha sonra sahibkarlıq və əməliyyatların idarə olunması. Bu 5 ixtisaslaşma üzrə təhsil müddətimiz 1,5 ildir. Bir şey də vurğulamaq istəyirəm. Biznesdə süni intellektlə sahibkarlıq ixtisaslaşmaları yenidir. Qəbul bu ildən aparılacaq. Tədris Azərbaycan dilində olacaq. Belə ki, ana dilində təhsil alıb beynəlxalq səviyyədə bilik əldə edəcəklər. 2 ixtisasımız üzrə isə təhsil müddəti 2 ildir. Bu hansı ixtisaslaşmalardır? Ümumi idarə etmə və marketinq ixtisaslaşmalarıdır. Yəni ki, bu ixtisaslaşmaları seçən bakalavrlar magistrlıq dissertasiyasının müdafiəsində iştirak edə biləcəklər və təhsillərini istədikləri təqdirdə doktorantura səviyyəsində davam etdirə biləcəklər. Proqram çərçivəsində həmçinin bizim tələbələrimiz liderlik, innovasiya və strateji idarə etmə bacarıqlarını formalaşdırır, inkişaf etdirir. Həmçinin universitetimizin sənaye ilə geniş əməkdaşlıq imkanlarından faydalanırlar. Eyni zamanda müxtəlif sahələrdən olan peşəkarlarla bir araya gələrək biznes əlaqələri və karyera imkanlarını formalaşdırırlar. Son olaraq vurğulamaq istərdim ki, beynəlxalq reytinqlərdə yer alan və zəngin akademik irsə malik olan Adnusu MBA təhsili keyfiyyətli, praktiki və gələcəyə yönəlmiş biznes təcrübəsi deməkdir. Məqsədimiz yalnızca MBA təhsili təqdim etmək deyil, Azərbaycanın gələcəyinə töhfə verəcək liderləri, sahibkarları və uğurlu, yüksək səviyyəli menecerləri yetişdirməkdir.